Deməli sizə nədən deyim? O xərçəng bürcündə olan insanlar var ha. Xərçəngin çox gözəl bir sevgisi var axı. Taleyi gətirmir həyatda. Sevir, dəyər görmür. Bəlkə də ailə qurur, sevilmir, amma bildiyim bir şey var. Allah Taala xərçəngin ürəyinə, bürcün ürəyinə o qədər gözəl məhəbbət verib ki, onu sadəcə pak gözlər, pak ürəklər bilə bilər. Xərçəng bürcü həyatda duyğularla yaşayan insandır. Aldatmayan insandır, yarı yolda qoymayan insandır. Xərçəngin ən üstün bir tərəfi var. Bunu deyəcəm, qulaq asınız daldakı var da. Xərçəng bizə necədir? Ağ göyərçin kimidir. Buraxdın, uçur gedir. Gərək əlində tutub saxlayasan. Amma sevgi ilə saxlayasan, mərhəmətlə saxlayasan. Bir xərçəngin 3 xarakterkası var. 1. Dürüstlüyünü hər zaman düşkünlüyü ilə yaşayandır. 2. Hədsiz dərəcədə titiz və təmizkardır. 3. Xərçəngin ən gözəl özəlliklərindən biri də sadiqdir və bil, bir xərçəng burada varsa, heç vaxt onu buradan çıxart.